rast gəlmədiyimiz bir şey var ki, o qara daskadır. Qara daska ümumiyyətlə donuz əti üçün nəzərdə tutulur. Azərbaycanda daxildə restoranlarda və yaxud otellərin mətbəxlərində çox vaxt qara daska görə bilməzsiniz. Çünki onu o dərəcədə də istifadə eləmir. Amma bilin ki, bu standart eşitdiyiniz rənglərdən başqası da qara daskadır. O da donuz əti niyə görədir ki, çox yerlərdə ümumiyyətlə müsəlman və xarici xristian olan hamı bilir ki, donuz əti bədən üçün ziyandır. Onun tərkibində 32 dənə növ bakteriya var, aktiv bakteriyalar var. Donuz əti heç vaxt medium bişmir, orta bişmir. Donuz əti bərk bişməlidir. Onun tərkibindəki virusları öldürmək üçün. Ona görə də daska adden olur ki, onu başqa tərəvəzlərlə və yaxud ət məhsullarından qarışdırmayasınız. Onu birmənalı şəkildə yadınızda saxlayın. Yenə də deyirəm, bunu rastlaşmamısınızsa, bu bir gün sizin üçün bir önəm olsun ki, soruşanda bu daskalardan başqa deyin ki, bir dənə də var qara daska. O da donuz əti üçündür.